Şəhərimizi təmiz saxlamaq üçün idarəmizə yeni texnikalar verilmişdir. O texnikalar vasitəsilə biz şəhərimizi nəinki süpürülməsi, hətta yuyulması, palçıqdan, tozdan yuyulmasında həyata keçiririk. Məqsəd şəhər ərazisində təmizlik səviyyəsini yüksəltmək, tullantıların vaxtında toplanmasını təmin etməkdir. Yeni gətirilən texnikalar sırasında küçə süpürən maşınlar, zibil yığan xüsusi nəqliyyat vasitələri və yuyucu texnikalar yer alır. Bununla yanaşı şəhərin bəzi ərazilərində müxtəlif tutumlu yeni zibil yeşiklər də quraşdırılıb. Müasir standartlara cavab verən bu konteynerlər tullantıların çeşidlənməsi və ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən bu yeniliklər ekoloji tarazlığın qorunmasına, şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılmasına, həmçinin sakinlərin daha təmiz və sağlam mühitdə yaşamasına xidmət edəcək. Şəhər çox təmiz şəhərdir. Nə deyimsə, belə təmiz şəhər az olar. 8 gündür buradayam. Təmizliyə söz ola bilmir, sağ olsunlar. O işi görənlərə, gördürənlərə, təşkil edənlərə çox sağ olsunlar. Çox gözəl iş görürlər. Həqiqətən çox təmiz şəhərdir. Ümumiyyətlə, Azərbaycanda mən çox yerləri gəlmişəm. Mən Naxçıvandan təmiz bir yer yoxdur. Sağ olsunlar bizim təmiz işçilərimizi. Gecə də işləyirlər, səhər də işləyirlər. Yəni çox razı. İnsanlar istirahət edir, təmiz yerdə. Bir var belə nətədir, yarpaqlar, adi bir yarpaq da yerdə deyil. Yəni, insanlar hamısı təmiz yerdə istirahət edirlər. Gəlir, istirahət edirik, şükür Allaha. Hər şey özü qaydasın. Allah onların canına dəyməsin, işləsinlər, şəhərimiz həmişə belə gözəl, təmiz olsun. Qarşıdakı dövrdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Oruc Mirzəyev, Tərlan İbrahimova, Azər Həsənov, NTV Xəbər.